Suallarımızı axıra saxlayaq. Unrealized profit. Hərfi tərcüməsi reallaşdırılmamış mənfəət. Mənası nədir? Gəlin görək. Unrealized profit odur ki, bax, parent company, şərt deyirəm, 100 manatlıq məhsulun üstünə qazancı əlavə eləyir, deyək ki, 30 manat, satır törəmə müəssisəyə, subsidiary. Parentin hesabatında əvvəl 100 var idi, o 100 hesabatdan çıxdı, 30 manat mənfəət daxil oldu. Nəzərə alsaq ki, purchase xərcdir, subsidiary'nin inventarının, yəni purchase-i, alış xərci 130-dur. Yəni, əslində, əvvəl qrupa 100 manat kimi görünən rəqəm, parent subsidiary'yə mal satdı deyə, indi 130 görünür. İndi soruşsaq, qrup şirkətlərini bir yerə yıxsaq, soruşsaq ki, qardaş, siz buradan nə qazandınız? Fərd olaraq, şəxs olaraq, parent deyəcək ki, 30 qazandım. Subsidiary deyəcək ki, maya dəyərim 30 manat artdı. Amma qrup bazında baxanda, bunların qrupun yekun qazancı dəyişməyib. Çünki subsidiary'nin alış xərci artıb, purchase artıb, maya dəyəri artıb, oradan profit azalıb. Parent'in də profit artıb. Bunlar bir-birini netləşdirir. Xüsusən də bu parent'in rəqəmlərini süni şəkildə overstate eləyir, yəni süni şəkildə şişirdir. Əgər belədirsə, onda parentlə subsidiary otağı bağlasın, elə sabaha kimi bir-birinə satış eləsinlər. Sonra da otaqdan çıxanda hamı desin ki, biz nə gözəl işləyirik. Axı, mənası qalmır. Yekun səhmdar gəlib deyəcək ki, qardaş, siz nə iş görmüsünüz burada? Sən ona satmısan, o sənə satıb. Bir-birinizdən əlaqəli şirkətsiz. Mənim yekunda sərvətim dəyişmir. Sən ondan qazanırsan, o səndən qazanır. Amma əslində ortada kənara çıxmadıqca heç nə yoxdur, qazanc yoxdur. Ona görə də burada unrealized terminini ortaya qoyuruq ki, əgər qrup şirkətləri bir-birindən alqı-satqı eləyibsə, bu alqı-satqı prosesinin adı olur intra-group trading. Gəlin bura yazım. Intra, yəni qrup daxili. Intra-group trade. Qrup daxili ticarət. Və bu qrup daxili ticarətdə məhsul hələ də qrupun anbarındadırsa, qrupun anbarında nə deməkdir? Parent subsidiary'yə satıb, amma subsidiary onu kənara sata bilməyib. Elə bilin ki, bax bu qutudur. Qutuda parent də var, subsidiary də var. Mal buradan bura transfer oldu, 100 manatlıq mal 130 görünür. Amma kənara çıxmayıb. Deməli, qrupun içərisində əlavə bir dəyər yaranmayıb. Yekun səhmdar da gəlib baxır, deyir ki, qardaş, bu qutuda olan dəyər dəyişməyib. Mənə kənara satdığınız rəqəmləri göstərin. Nəticədə, bax, burada əlavə edilmiş və kənara çıxmamış rəqəmin adı olur unrealized profit. Reallaşdırılmamış profit. Və bu reallaşdırılmamış profit həmişə, gələcəm günləri hələ tələsməyək, həmişə qrupun qazancına da, maya dəyərinə də, inventarına da təsir edir. Nümunəmizə baxaq, suala gələcəm. Yaxşı, gəlin bir dənə nümunəyə baxaq, tam əhatə eləyək. Bax, yuxarıdakı onsuz da çox da fərq eləmir. Aşağı hissəyə baxaq. Sualda bizə deyir ki, dövr ərzində, during the year, S, yəni subsidiary, törəmə müəssisə, P-yə mal satıb, parent-ə, ana müəssisəyə mal satıb. 50 minə. Və profit selling price-ın 20% qədərdir. Deməli, 50 minə satılıbsa, 20% qazancdırsa, deməli, 10 minlik burada gross profit var. Razılaşırıq da buna, düzdür? 50 minə satış qiyməti, 20% də satış qiymətinin qazancıdır. Əlavə bir qeyd yazır. At the period end, dövrün sonunda, 25% of these goods remained unsold. Yəni, 50 minlik satılmış malın
75% kənara satıldı, 25% hələ də qrupdadır. Yəni belə təsəvvür eləyin də. Bax bu maya dəyəridir. Daha doğrusu inventarın dəyəridir. Bu inventarın üstünə qazanc qoymuşuq. Nə qədər ki bu inventar bütövlükdə satılmayıb, onun üzərinə qoyulmuş qazanc süni şəkildə hələ də qrupun içərisindədir. Yəni mən bu məhsulun, bax deyək ki, bu qədərlik hissəsini satdım. Bax bu mavi ştrixlənmiş hissəni satdım. Kənara satdım, reallaşdırdım. Amma qalan hissə, gəlin onu da yaşılla işarələyim. Bax bu yaşıl hissə hələ də qrupdadır. Qrupun maya dəyərini süni şəkildə çoxaldır. Deməli bu 50 minlik məhsulun 25% hələ də qrupdadırsa, deməli qazancın da 25% hələ də qrupdadır. Bir daha deyirəm. 50 minlik mal satılanda bunun üzərinə 10 minlik qazanc qoyulmuşdu. Əgər bu 50-nin 75%-ni satmışamsa, başqa sözlə 25% qrupda qalıbsa, deməli bu qazancın da 25% hələ qrupdadır və qrupun rəqəmlərini süni şəkildə korlayır. Bax bu 25%li hissə, yəni 2500 adlanır unrealized profit. Çünki qrupun profitini süni şəkildə çoxaldır. Yəni subsidiary elə bilir ki, güya qazanıb, əslində isə qazanmayıb. 2500 hələ də parent anbarındadır. Konsolidasiya məntiqi ilə baxanda qazanmayıb. İndividual hesabatda qazanıb. Bizim individual hesabatla işimiz yoxdur, ay yoldaşlar. Bunu vacib nüans kimi qeyd eləyək. Biz hal-hazırda individual hesabata baxmırıq. Bizim hədəf nöqtəmiz consolidated financial statementdir. Yəni qrup hesabatlarıdır. Nəticə etibarilə bizdən soruşsa unrealized profit nə qədərdir? Qayda şəklində cavabımız olacaq. Qrup daxilində qalan gross profit. Yox, intragrup satışdan qrupda qalan gross profit. Intragrup satış nə qədərdir? 50 min. Bunun gross profiti nə qədər idi? 10 min. Bunun nə qədər qrupda qalıb? 25%. Bir daha deyirəm. Intragrup satışdan qrupda qalan gross profit. Intragrup satışdan qrupda qalan gross profit. Yəni 2500. Bütün məsələlər üçün keçərlidir. Gəlin indi konsolidasiya eləyək. Parent subsidiary'nin bütün səhmlərini alıb, hardan bildim? Özü yazıb. All shares. Neçəyə alıb? Demir. Özümə sual yazıram ki, neçəyə aldığını demir. Consideration transferi tapmayacam elə bil. Biraz məni çaşqınlığa saldı. Cavabı var əslində, tapacağıq. Nə vaxt ki, retained earnings 10.000 olub. Bizə hesabat tarixini verir. Və alış tarixi 1 year ago-dur. Bir il əvvəl alıb şirkəti. Əla. Gəlin goodwill-i tapaq. Consideration transfer. Üstə gəlirəm NCI, çıxıram net asset. Consideration transfer nə qədərdir? Həmişə notda verirdi, verməyib. Yadıma düşür ki, individual hesabatda investisiyadır o. Baxıram ki, burada yazılmış. Not olaraq verməsə də, hesabatın içərisində göstərib. Bax, bu 46 min, görürsünüz, investment in ESCO. Yəni, 46 min consideration transferdir. Üstünə gəlirəm, NCI. NCI-miz nə qədərdir? 0. Səbəb? Çünki şirkətin səhmlərinin hamısı bizdədir. Yəni, non-controlling interest yoxdur. Bir daha göstərirəm NCI olmadığını. Fikir verin. Şirkətin səhmlərinin hamısı bizdədir. Çıxıram net asset. Kimin net asseti? Subsidiary'nin. Nə vaxt? Alış tarixində. Net asset deyəndə equity-ni nəzərdə tutur. Gəlirəm subsidiary'nin net assetlərinə. Yəni 30 üstəgəl 22. Razısınız? Net asset. Xeyr, razı deyilik. Səbəb? Çünki burada verilmiş retained earnings
alış tarixinin rəqəmi deyil. Alış tarixini özü kənarda mənə verib 10.000. Yəni burada 22 yox, olmalıdır 10.000. Çünki alış tarixi baxın. 1 year ago alıb when the retained earnings stood 10,000. Yəni goodwillimiz oldu 6.000. Əla. Hesablamalarımızın qəliz hissələrindən birini tapdıq. Non-controlling interest, gələcəm günlərə. Non-controlling, daha doğrusu non-current assetimiz qrup daxili əməliyyat olmadığı üçün riyazi olaraq cəmləyirəm. Parent üstəgələ subsidiary. 120. Çox sadə. Investment line-ı fikir verin. Cancel olub. Qrup hesabatında heç nə qalmayıb. Goodwill rəqəmi bayaq tapdıq. 6.000. Yenə də yadımıza salaq. Goodwill individual hesabatda görünmədi. Yalnız qrup rəqəmlərində, yəni Consolidated Financial Statement-də göründü. Trade Receivable. Burada bir not yazır. Deyir ki, at the same date, yəni hesabat günündə P owed, yəni borclu idi, S. Yəni P-nin payable-ında olan bu 21 minin 12 mini subsidiary olan borcdur. Yəni bu 12 min subsidiary-ində receivable-ında görünür. Birinin alacağı digərinin borcudur. Deməli, qrupun burada əlavə bir qazancı yoxdur. Nəticədə məndən soruşsa qrupun nə qədər alacağı var? Cavab, parent-in alacağı, amma kənardan olan alacaq 30 min. Üstə gəlirəm, subsidiary-nin alacağı, yenə də kənardan olan alacaq. Hansı ki, 25 min, 12 mini parent-indir. Deməli, 12 mini buradan azaltmalıyam. Yəni, bu 25-dən 13-ü qalır ancaq kənardan olan alacaqlara. Parent-dən olan alacağımız qrup üçün əlavə bir dəyər yaratmadığı üçün formulamız belədir. Parent, üstə gələk, subsidiary, çıxaq, intragroup, receivable, hansı ki, sualda bizə verib 12 min. Yəni, 30 üstə gəl 25, çıx 12, elədi 43. Eyni məntiqlə dərhal elə payable-a da düzəliş edirəm. Parent, üstə gələk subsidiary, çıxaq intragroup borc. Yəni, 21 üstə gəl 18, çıx 12. Əla. Bu nöqtəyə kimi təxminən 5 balımızı artıq almışıq. Bəlkə də çox. Gördüyünüz kimi əməliyyatlar təkrarlanır. Hamısı eyni şey, eyni yolu gedir. İnventar. Bütün hallarda formula belədir. Parent, üstə gələk subsidiary, çıxılsın unrealized profit. Bayaq neçə tapmışdıq? 2500. Məntiq nədir? Məntiq odur ki, 10 mini görəndə birdən yadıma düşür ki, axı bu 10 minin 2500-ü əslində subsidiary mənə satıb deyə süni şəkildə artıb qiymətim. Mənim realda maya dəyərim qrup üçün. Realda maya dəyərim bu deyil. Ona görə bu 10 mindən 2500 azaldıb 5000-dən toplayıram. Və yaxud da 10 üstə gəl 5 çıx 2500. Formulamız bax budur. Öyrənək. Geri qalan elementlərdə share capital və share premium bütün testlər üçün fikir verin. Parent only. Bunları bildiniz. 2 bal var. 7 balımız, 8 balımız düzəlib konsolidasiyada. Ardıcan. Revaluation surplus yoxdur. Hələ ki, sualda yoxdur. 0 yazıram. NCI yoxdur. 0 yazıram. Hardan bildim yoxdur. Yenə deyirəm, şirkətin bütün səhmləri bizdə deyə NCI yoxdur. Vacib məsələ retained earnings. Parent'in qazancı 45-dir. Üstünə gəlirəm subsidiary'nin biz alandan sonraki qazancı. Nə qədərdir? 22. Xeyr, 22 deyil. Səbəb? Çünki alanda onsuz da 10 var idi. 22 cari günün rəqəmidir. Yəni biz alandan sonra bu 12 qazanıb əlavə.
Bu 12'nin nə qədəri mənimdir? Hamısı. Çünki şirkətin hamısı mənimdir. Ensiya yoxdur. Amma baxıram ki, burada sanki 45 üstəgəl 12 deyil. Rəqəm fərqlidir. Səbəbini deyim. Axı bu subsidiary 22 mini satanda, bax biz alanda onsuz da 10 var idi. İndi 22-dir. Elə təəssürat bağışladı ki, biz alandan sonra 12 qazanıb. Razıyıq? Razıyıq. Birdən yadıma düşür ki, axı bu 12-nin də 2500-ü parentdən qazanılıb. Unrealized profit. Subsidiary'nin məndən qazandığı profit var. Onu təzədən də bir özümə profit kimi əlavə eləyim. Retained earnings əlavə eləyim. Yox. 12 mindən də 2500 azaldıram. Qalır 9500. Nəticədə qrupun rəqəmi nədir? Parentin öz qazancı, üstünə gəlirəm subsidiary'dən alışdan sonra bizə düşən hissə. Və burada yoldaşlar ehtiyatlı olaq. Fikir verdiksə həm inventardan, həm də retained earningsdən unrealized profit qədər azaltdıq. Fikir verin. Bax burada 2500 formulanı görürsünüz. URP, unrealized profit var burada. Plus buradan da bir dəfə azaltdıq. Vəssalam. Hər ehtimala imtahanda aktiv öhdəlik kapital bərabərliyini yoxlayın.